Hər birinizi salamlayıram. Mən Sara Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə növbəti dərs videomuz Səfəvlərdən danışacağıq. Əslində mən düşünmüşdüm ki, Səfəvləri sizə bütöv izah edeyim, amma mənə gələn geri dönüşlərdən anladığım qədərilə iki video halında paylaşmağım daha yaxşı olacaq, daha faydalı olacaq. Ona görə Səfəvlərin bugün biz Ərdəbil hakimliyindən 1639-cu ilə qədər olan hissəsini danışacağıq. Təbii ki, videomuzdan kimlər istifadə edə bilər? Abituriyentlər, müəllimlərin işə qəbul imtahanına hazırlaşanlar və sertifikasiyaya hazırlaşan müəllimlərimiz. Vaxt itirmədən keçək izahımıza. Yazaq Ərdəbil hakimliyi. İlk olaraq biz Səfəvlərin Ərdəbil hakimliyindən danışacağıq. Ərdəbil hakimliyi harada yaranıb? Bəli, Ərdəbildə yaranıb. Bu nə zaman baş verəcək? 13-cü əsrin sonlarında. Niyə 13-cü əsrin sonlarında? Çünki həmin dövrdə Azərbaycan Hülaki dövlətinin Monqolların tərkibindədir və Monqolların bizim yerli əhaliyə qarşı münasibəti o qədər də xoş olmamışdı Qazanxan gələnə qədər və insanlar arasında tutunacaq bir yer lazım idi. Bu zamanda dini təriqətlər, sufi dərviş ordenləri meydana çıxır ki, bunlardan da biri Ərdəbildə Şeyx Səfiyyəddin İshaqın başçılıq etdiyi təriqətdir. Şeyx Səfiyyəddin İshaq. Yəni Səfəvi adı da həmin şəxsdən gəlir, Səfiyyəddindən gəlir. 13-cü əsrin sonlarında təriqətə liderlik etməyə başlayacaq. Ondan sonra biz təriqət rəhbəri kimi görəcəyik Şeyx Cüneydi. Şeyx Cüneyd nə iş görəcək? Şeyx Cüneyd ümumiyyətlə 1447-1460-cı illərdə Səfəvi təriqətinə rəhbərlik eləyəcək. O 1447-ci ildə təriqət rəhbərinə gələndə artıq Səfəvlərin nüfuzu Azərbaycanda artıb. Həmin dövrdə baxırıq Azərbaycanda hakimiyyətdə hansı dövlətdir? Qaraqoyunlulardır. Təbii ki, Qaraqoyunlular buna bir reaksiya verməlidirmi? Bəli. Qaraqoyunlularda hakimiyyətdə Cahanşahdır. Qaraqoyunlu Cahanşah nə deyir Cüneydə? Cüneydə 1449-cu ildə məktub göndərir ki, Ərdəbildən çıx. O da deyir, yaxşı. Niyə yaxşı? Çünki həmin dövrdə Ərdəbil hakimlərinin elə də güclü bir hərbi qüvvələri yoxdur ki, buna qarşı dura bilsinlər. Cüneyd Ərdəbildən çıxır, gedir nə bilim Misrə, Mesopotamiya, biraz oralıqda gəzir. Ondan sonra gəlir Anadoluya, Diyarbəkir, kimi görürük burada? Ağqoyunları görürük, Uzun Həsənlə qohumluq əlaqələri saxlayır. Uzun Həsənin bacısı Xədicə bəyimlə evlənir. Yazırıq, Şeyx Cüneyd Ərdəbildən çıxdı, Ağqoyunlarla qohum oldu. Çünki Ağqoyunlar da Qaraqoyunların rəqibidir. Yəni düşmənimin düşməni mənim dostumdur söhbətinə gəlib çıxırıq. Sonra Şeyx Cüneyd 1460-cı ildə Şirvan və Dağıstan ərazisinə yürüş edir. Şirvana və Dağıstana. Belə olanda Şirvanşah həmin dövr üçün Şirvanşah hökmdarı 2-ci Xəlilullah Cahanşaha mesaj yazır ki, Cahan, bu nə söhbətdir? Bəlkə bu problemdir də, gəl bu problemi həll edək. Cahanşah da deyir ki, hə, yaxşı. 2-ci Xəlilullahla Qaraqoyunlu Cahanşah arasında bir hərbi ittifaq, müttəfiqlik yaranır. 1460-cı ildə birləşirlər Səfəvlərin Ərdəbil hakiminin başçısı olan Cüneydə qarşı və Samur çayı sahilində baş verən döyüşdə birləşmiş qüvvələr Cüneydi məğlub eləyir. Şirvanşah və Qaraqoyunların birləşmiş qüvvələri qalib gəlir. Səfəvlər məğlub olurlar. Şeyx Cüneyd də öldürülür. Və Şeyx Cüneydin məqbərəsi də Qusarda hal-hazırda Həzrə kəndində 1544-cü ildə təhmasib elətdirəcək. 1460 Samur çayı sahilində döyüş. Halbuki bu həmin 2-ci Xəlilullah yazmışam, görürsünüz. 1-ci Xəlilullah, 2-ci Xəlilullah nədir? Hələ 2-ci Xəlilullaha var. 1-ci Xəlilullah, hətta bu həmin Xəlilullahdır ki, 1421-ci ildə Alaşkert döyüşündə Teymuri hökmdarı Şahruxla Qaraqoyunlar əleyhinə hərbi ittifaq bağlamışdı. Yəni, Qaraqoyunlular həm Şirvanşahlarla mübarizə aparıb, həm də Şirvanşahlarla müttəfiq olublar. 1460-dan sonra nə olur? 1460-dan sonra normalda biz 10 illik bir faktiki hakimiyyət görürük. Həmin dövr isə Səfəvilərdə Şeyx Heydərin dövrüdür. Şeyx Heydər normalda 1460-da Cüneyddən sonra gəlir, 1488-ci ilə qədər təriqət rəhbəri olacaq. Amma o 10 il ərzində tam Ərdəbildə deyil. Çünki Ərdəbili bunlar zəbt ediblər. Və həmin dövr Ağqoyunların yanındadır yenə Şeyx Heydər. Ağqoyunlu Uzun Həsənin qızı Aləmşah bəyimlə evlənəcək. Hətta 1468-69-cu illərdə Teymuri Əbu Səid Ağqoyunların üzərinə yürüş edəndə
Uzun Həsənlə birlikdə Teymuri Əbu Səidi məğlub eləyəcəklər. Teymurilərlə bir mübarizə görürük bununla. Bundan sonra 1470-ci ildə Uzun Həsən Ərdəbili qaytaracaq Şeyx Heydərə və Şeyx Heydər gələcək 70-də Ərdəbildə irsi taxtda oturacaq. Bax, dayı belə olur. Dayı budur. Çünki axı dedik, Cüneyd getdi Uzun Həsənin bacısı ilə evləndi. Şeyx Heydər Cüneydin oğludur, Uzun Həsən də Cüneydin dayısıdır. Bildiyiniz dayday 1470-də gətirdi bacısı oğlunu, dedi al bu Ərdəbil, bu da sənin taxtın, otur. Oturandan sonra Heydər nə iş görəcək? Gördüyü əsas iki iş var ki, onlardan biri artıq Heydərin dövründə Səfəvilər 12 qırmızı zolaqlı çalma taxacaqlar başlarına və biz bu dönəmdən onları adlandıracağıq qızılbaşlar. Bəzən testlərdə sizi çaşdırmaq üçün Cüneydin dövründə o qızılbaş ifadəsini yazacaq, hansı ki miqdə istifadə edirlər, sertifikasiyada edəcəklər. Amma biz Cüneydin dövründə onlara qızılbaşlar deyə bilmərik, çünki Heydərin dövründən başlayacaq. Sonra bu qazi, sufi, dini bir təriqəti hərbi təriqətə çevirəcək. Yəni, hərbi qaydada təşkil edilmə Heydərin dövründədir. Çox gözəl. Bəs Heydər başqa nə iş görəcək? Başqa o da atası kimi Şimali Qafqaza yürüşlər təşkil edəcək. Özdə düz 3 dəfə. 1483-də, 1487-də, bir də 1488-də. Şirvan, Dağıstan, Şimali Qafqaza yürüşləri olur. 1488-ci ildə Şirvanşah hökmdarı bu dəfə də Fərrux Yasər deyir ki, bir dəqiqə, həmin dövrdə də Azərbaycanda Ağqoyunlarda Uzun Həsən ölüb. Dayday yoxdur, dayday ölüb. 1488-ci ildə Fərrux Yasər həmin dövr Ağqoyunlu hökmdarı olan Yaquba deyir ki, nə oldu? Bir mübarizə aparmayacaq. Bu adamın qarşısını kim alacaq? Yaqub da deyir ki, yaxşı, gəl birləşək. 1488-ci il deməli Ağqoyunlular və Şirvanşahların birləşmiş qüvvələri Şahdağ ətəyindəki döyüşdə Şeyx Heydəri məğlub eləyəcəklər, Şeyx Heydər öldürüləcək. Gördünüz, eyni şey 1460-cı ildə Qaraqoyunlarla Şirvanşahlar birləşir, 1488-ci ildə Ağqoyunlarla Şirvanşahlar birləşir və Şeyx Heydəri məğlub eləyirlər. Şeyx Heydər məğlub olandan sonra Yaqub daxil olur Ərdəbilə, Ərdəbildə Səfəvlərin mülklərini müsadirə eləyir. Şeyx Heydərin həm həyat yoldaşı Aləmşahı, həm də övladlarını İstəxr qalasına, Şirazda İstəxr qalasına salır həbsxanaya. 1488. Görək ondan sonraki proseslərdə nə baş verəcək? Ondan sonraki proseslərdə bunları silək. Mən o qədər böyük yazıram ki, bu boyda lövhəyə 2 dənə şey yazdım, doldur. Nəysə, biraz daha səliqəli və az yazacağım ki, daha yaxşı olsun. Bu mənim markerimdə burada rəng buraxdı. Eybi yox. Davam edirik. 1488 bu söhbət baş verdi. 1490-cı ildə Sultan Yaqub öləcək. Yaqubdan sonra hakimiyyətə gələcək Baysunqur. Biz Ağqoyunda 2 ildə Baysunqurun hakimiyyətini görürük. 1492-ci ilə gəlirik. 1492-ci ildə biz bilirdik ki, Ağqoyunlularda Bərdə döyüşü baş verir. Bərdə döyüşündə bir tərəfdə Baysunqurdur, digər tərəfdə də Rüstəmdir. Rüstəm Mirzə. Rüstəm Mirzə bu döyüşdə qalib gələ bilmək üçün Səfəvlərin Ərdəbil hakimliyindən kömək alır. Səfəvi həmin dövrdə şeyx olan Sultan Əlini həbsdən çıxardır və onlar müttəfiq olurlar Rüstəmlə Şeyx Sultan Əli Baysunquru məğlub edirlər. Müttəfiqlər qalib gəldi, Baysunqur məğlub oldu və Ağqoyunluda hakimiyyətə gəldi Rüstəm Mirzə. Rüstəm Mirzə normalda, yəni niyə görə belə bir şey? Yəni xoşa gəlmir, ay Ərdəbil hakimliyi mənim canım, nə bilim, qohumlarım. Yox. Sadəcə olaraq həmin dövr üçün onun hakimiyyətə gəlməsinə əlavə qüvvə lazım idi. Bu qüvvə də gəldi Səfəvlərdən. Artıq adam 92-ci ildə hakimiyyətə gəlib Səfəvlərə ehtiyacı yoxdur. Buna görə də 1494-cü ildə Şəməsi adlanan yerdə keçmiş müttəfiqlər olan Rüstəm Mirzə ilə Səfəvlərin Ərdəbil hakiminin nümayəndəsi Şeyx Sultan Əli arasında döyüş baş verəcək, Şəməsi döyüşü. Rüstəm Mirzə qalib gələcək, Sultan Əli məğlub olacaq, öldürüləcək. Rüstəm Mirzə də yenə Ərdəbilə daxil olacaq, Səfəvi mülklərini müsadirə edəcək. Həm Yaqub, həm də Rüstəm. Bunlar üçün oxşarlıqdır ki, Ərdəbil mülklərini müsadirə ediblər. Ondan sonra vəziyyət biraz dəyişir. Necə dəyişir? Qalıb Səfəvlərin 2 nümayəndəsi İbrahimlə İsmail. İbrahim də xəstədir, tez oldu, qaldı bir dənə uşaq İsmail. İsmailin də 1494-cü ildə neçə yaşı var? 7 yaşı var. 7 yaşlı uşağın ətrafında həmin o qızılbaş tayfaları o qədər sıx birləşirlər ki, çünki onların tək nümayəndəsi odur. Yəni soyu davam elətdirən şəxs odur. Sən bu
siyasi birliyi qoruyub saxlamaq istəyirsənsə, həmin şəxsin ətrafında birləşməlisən. Ona görə İsmayıl'a göz bəbəkləri kimi baxırlar. Nə isə il gəlir olur 1499. İsmayıl durur ki, mən gedirəm, belə olmaz. Çünki Ağqoyunlar onu axtarıb öldürmək istəyirlər. Davamlı şəkildə nümayəndələr göndərirlər, Ərdəbilə tapa bilmirlər. Bunda Gilanda saxlayırlar Lahıcanda. Nəysə ki, İsmayıl durub, beyni çönüb, deyir ki, gedirəm, mən qisas alacağam. Nəysə, 1499-cu ildə Şeyx İsmayıl yola çıxır. Gilandan gəlir Ərdəbilə, oradan gedir Astarıya. Duman da mənim tripodumu tərpətdi. Mən də orada tərpəndim. Görün, fokusumuz getdimi, yoxsa buradadır? Hə, fokusumuz buradadır. Yaxşı, Şeyx İsmayıl çıxdı, gəldi, nə bilim, Ərdəbil, oradan getdi Astara, gördü ki, burada alınmır, Ağqoyunların təhlükəsi var, gedir oradan Ərzincana. 1500-cü ildə Ərzincanda müşavirə olur. Ərzincan müşavirəsi. İsmayıl'a deyirlər ki, bala, hara gedək? O da deyir ki, gedək Şirvanşahların üzərinə. Samurda da Şirvan var, Şahdağda da Şirvan var. Deyirlər ki, yaxşı, sən nə desən odur. Ərzincan müşavirəsində qərara alınır ki, bunlar ilk zərbəni vuracaqlar Şirvanşah, Fərrux, Yasərə. Nəysə, yola çıxırlar, gəlirlər, çatırlar Şirvana, Şamaxı ətrafına. 1500-cü ildə Cəvani adlanan yerdə döyüş olur. Cəvani də yazar, Cavanı da yazar, fərqi yoxdur. Bu döyüşdə Şirvanşahlar və Ərdəbil hakimliyinin qüvvələri, yəni Səfəvilər üz-üzə gəlirlər. Şirvanşahlar məğlub olur, Fərrux Yasər öldürülür, Ərdəbil hakimləri qalib gəlirlər. Cavanı döyüşündən sonra Ərdəbil hakimləri Şamaxını tuturlar. Şamaxı tutuldu. 1501-ci ilin yazında isə Bakını tutacaqlar. Bakı tutuldu və Şirvanşahların xəzinəsi keçdi Ərdəbil hakimlərinin, yəni Səfəvlərin əlinə. Ondan sonra 1501-ci ilin yazıdır. Ağqoyunlular, axı Ağqoyunlu Əlvənd Mirzə deyir, buna söhbətdir. Gəldilər, bizim əsas müttəfiqimiz Şirvanşahları öldürdülər. Nəysə, gedək şimala, bunları elə Şirvan ərazisində məğlub eləyək. Getməmişdən öncə Əlvənd Mirzə bir İsmayıl'a deyir ki, day cəhənnəm, gəlib Şirvanı tutmusan, qal elə Şirvanda eybi yoxdur. Şirvanı idarə elə, itaparan olsun. İsmayıl deyir ki, nə? Mən gəlib səni də məğlub eləyəcəm. Belə olanda Əlvənd Mirzə üzü şimala doğru yürüşə çıxır İsmayılın üzərinə. İsmayıl da öz adamlarından deyir ki, mənə baxın, sizə təkcə Şirvanın Gülüstan qalası lazımdır, yoxsa bütün Azərbaycan? Onlar da deyirlər ki, bizim hədəfimiz böyükdür, sizin də hədəfiniz böyük olmalıdır. Deyir, biz Azərbaycanı istəyirik. İsmayıl deyir, durun getdik. 1501-ci ildə payızında Şərur döyüşü baş verir. Şərur döyüşündə bir tərəfdə Ağqoyunluların birinci qolu Əlvənd Mirzənin rəhbərliyi ilə, digər tərəfdə isə Səfəvilər Şeyx İsmayılın rəhbərliyi ilə. Təbii ki, Səfəvilər qalib gəlirlər, Ağqoyunlular məğlub olurlar. Ağqoyunlu dövlətinin birinci qolu süqut edir. İsmayıl bu hadisədən sonra daxil olur Təbrizə və Təbrizdə 1501-ci ildə Azərbaycan Səfəvi dövləti yarandı. Nə zaman? 1501-ci ildə. Necə oldu, yarandı? Bax, bütün bu gördüyümüz tarixi proseslərin gedişində. Dövlətin ilk paytaxtı da olacaq hara? Təbii ki, Təbriz şəhəri. İndi Səfəvi dövlətini yaratdıq. Sonra baxaq görək, bu Səfəvilər öz mövcudluğu dövründə nə iş görəcəklər? Dövlətin yaranması, ümid edirəm, hər kəsə aydın oldu. Zaten Səfəvilər elə bir mövzudur ki, abituriyentsinizsə, buradan sizə minimum 2 dənə sual var. Biri bu, indi bugün danışacağım 1639-cu ilə qədər olan hadisələrin içərisində siyasi tarixdə, digəri isə lövhəm necinə qaldı. Digərini isə növbəti dərsimizdə izah eləyəcəyik. Yazırıq bura Səfəvi dövləti. Səfəvi dövləti 1501-ci ildən 1736-cı ilə qədər bu dövlət mövcud olacaq. Danışacağıq dövlətimizin ilk hökmdarı Şah 1-ci İsmayıldan. Şah 1-ci İsmayıl 1501-1524-cü illərdə. Şah İsmayıl Ağqoyunlu'nun birinci qolunu süqut etdirmişdi. Həmin dövrdə şah deyildi, şeyx idi. 1503-cü ildə isə Ağqoyunlu dövlətinin ikinci qolu Almabulağı döyüşündə məğlub ediləcək və bununla da Ağqoyunluların ikinci qolu da süqut etmiş olacaq. Onlara da rəhbərliyi Murad Mirzə edirdi. Səfəvilər qalib gəldilər, Ağqoyunlular məğlub oldu, ikinci qolda süqut elədi. Bu hadisədən sonra artıq İranın mərkəz əraziləri, Ərəb İraqı bu hadisələrdən sonra tabi olacaq Səfəvilərə, həmin bu proseslərin nəticəsində.
Daha sonra 1504-cü ildə Osmanlıda hakimiyyətdə 2-ci Bəyaziddir. 2-ci Bəyazid deyəcək ki, bu nə gözəl uşaqdır belə, gəlib bu yaşında dövlət yaradıb, canım oğlum, İsmail də deyəcək can ata. Nəysə, bunlar bir-birlərinə ata, oğul deyə müraciət edirlər. 2-ci Bəyazidlə dostluq əlaqələri saxlanır, 2-ci Bəyazid Səfəvi dövlətini tanıyır. Daha sonra Şah İsmailin dövründə 1510-cu ildə Dərbənd və Dağıstanın feodal hakimləri onun hakimiyyətini tanıyacaq. Sonra Şirvanşah hökmdarı Şahrux asıllığı qəbul edəcək və Şəki hakimliyi də Səfəvilərdən asıllığı qəbul edəcək Şah 1-ci İsmailin dönəmində. Ondan sonra bu 1507-ci ildə biz Əmir Teymurun yaratdığı dövlət, Teymurilər dövlətinin süqutunu görmüşdük ki, 1507-ci ildə bu hadisə baş verəcək Şeybanilər tərəfindən. Şeybanilər Teymurilər dövlətini süqut eləyəcəklər, Teymurilərin ərazilərini tutacaqlar. Ondan sonra da Teymurilərdə son Hüseyn Bayqaranın övladları gəlib deyəcək ki, İsmail bizə kömək elə. İsmail də deyəcək ki, nə yaxşı, fürsət. Krizi neyniyək? Fürsətə çevirək. Necə çevirək? 1510-cu il Şeybanilərin üzərinə yürüş eləyəcək, Mərv döyüşü baş verəcək. Bu Mərv döyüşündə Səfəvilər Şeybanilərə qalib gələcəklər. Özbək xanı Şeybani xan, yəni Özbəklər də yazar, Şeybanilər də yazar, eyni şey götürülür. Şeybanilər məğlub olur, Özbək xanı Şeybani xan öldürülür, Səfəvilər qalib gəlirlər və Mərv döyüşü nəticəsində Xorasan Səfəvilər tərəfindən tutulur və bu tutulma nəticəsində İsmail Səfəvi dövlətinin sərhədlərini Amudəryadan, Xorasandan yəni Fərat çayına qədər, zaten Ərəb İraqı bizdə idi, Fərat çayına qədər genişləndirir və bu genişlənmənin nəticəsində Səfəvi dövləti çevrilib olur imperiya. Çox gözəl. İmperiyada olduq, bəli. Təbrik edirik özümüzü, hə. Amma həmin dövrün başqa bir güclü dövləti var. Bu dövlət də Osmanlıdır. Düzdür, biz Osmanlı ilə dostluq əlaqəsi saxladıq. Amma o vaxt hakimiyyətdə 2-ci Bəyazid idi. Amma 2-ci Bəyazid 1512-ci ildə hakimiyyətdən gedir. Hakimiyyətə gəlir oğlu Yavuz Sultan Səlim, yəni Qəzəbli. Bu adam da deyir ki, nə Səfəvi ilə dost, harda qaldı dostluq, nə dostluq? Biz sünni, onlar şiədir. Yəni bu ümumi qeyd edilən əsas yəni səbəblərdən biri budur. Onlar arasında mübarizənin. Duman da elə bilir ki, o atdı hal-hazırda və at kimi yarış keçirdir evin içərisində. Ona görə də mənim tripodum tərpənir. Hə, Səlim deyir ki, yox, dostluq falan yoxdur. Mən Azərbaycandan keçən ticarət yollarını tutmaq istəyirəm, Şərqi Anadolunu tutmaq istəyirəm. Ona görə Səfəvilərlə mübarizə aparmalıyam. Hətta Səlimin dərsində biz demişdik, bu hadisədən danışmışdıq. Demişdik ki, o 1514-cü il Çaldıran döyüşü ərəfəsində Macaristan və Venesiya ilə müqavilə imzalayır. Daha sonra Şeybanilərdən yardım vədi alır ki, qisas almağa gəlirəm, siz də mənə kömək eləyin. Bu Osmanlıların gördüyü işlər. Bəs İsmail nə etmək istəyir? Daha doğrusu nə edir? O da deyir ki, bizə də odlu silah lazımdır. Odlu silahı necə əldə edə bilərik? Avropa dövlətlərindən. Papa ilə əlaqə saxlayır, nəticə almır. Yenə Venesiya ilə əlaqə saxlayır, nəticə almır. Belə olanda İsmail Portuqallar axı həmin dövrdə coğrafi kəşflər dönəmidir. Həmin o coğrafi kəşflər dönəmində Portuqallar gediblər Hind okeanı sahillərinə çıxıblar, Hindistanı tutublar. Sən də düş. Yoxsa siz mənə imkan verməyəcəksiniz. Düş. Getdim. Hə, Portuqallar gedib baxır coğrafi kəşflər nəticəsində Hind okeanı sahillərini tutublar və Səfəvilər də düşünür ki, eybi yox, gəlib Hörmüzü də tutsunlar. Yəni orada Hörmüz bizdə deyil. Ha, sadəcə biz istəsək Hörmüzü tuta bilərik. Yəni bir hissəsi bizdədir, liman, həmin o Hind okeanına çıxış. Bizdədir bir hissəsi, amma deyirik ki, eybi yox, o Portuqallar oranı tutsun. Onlar oranı tutandan sonra deyirik ki, bəs siz Hörmüzü tutdunuz, baxın biz buna heç nə demədik. Əvəzində siz də bizə odlu silah verin. Bizim düşüncəmiz budur. Amma nəticəsində nə olur? Nəticəsində o olur ki, Portuqallar Hörmüzü tuturlar, sonra da bizim qarşımıza sənəd qoyurlar ki, valla mənim dövlət olaraq rəsmi şəkildə silah satmağa icazəm yoxdur, bağışlayasan gərək. Getdi Portuqaliyadakı Hörmüz getdi, lap yaxşı, odlu silahımız gəldi, yoxdur. 1514-cü il Səfəvlərlə Osmanlılar üz-üzə gəlirlər. Çaldıran döyüşü Maku yaxınlığında avqust ayında.
Bir tərəfdə Səfəvilər, digər tərəfdə Osmanlılar. Bir tərəfdə Şah İsmayıl, digər tərəfdə 1-ci Səlim. Osmanlılar qalib gəlir, Səfəvilər məğlub olurlar. Niyə? Çünki Osmanlıların odlu silahı var, bizim odlu silahımız yoxdur. Nəticəsində Osmanlılar qalib gələcəklər. Bu hadisədən sonra Osmanlılar Təbrizə daxil olacaq, amma Təbrizə daxil olsalar da Təbrizdə möhkəmlənə bilməyəcəklər. Təbrizdən çıxıb getməli olacaqlar, çünki Yeniçərilər filan narazılıq eləyəcək. Hətta Səlim Təbrizdən qaydanda özü ilə bir neçə Təbriz sənətkarı da aparır. Çaldıran döyüşü nəticəsində Səfəvilər cənub-şərqi Anadolu torpaqlarını itirirlər. Cənub-şərqi deməli Anadolu torpaqları keçir Osmanlıların əlinə, çaldıran döyüşün nəticəsində. Bundan sonra qeyd olunur ki, İsmayıl bir daha Osmanlılarla döyüşə girmir. 1524-cü ilə qədər 10 il müddətində biz İsmayılın elə də ciddi bir döyüşünü görmürük. Heç demək olar ki, Osmanlı ilə olmasa belə başqa hər hansı bir dövlətlə də ki, döyüş aparmıyor. Bu oldu Şah İsmayıl. Şah İsmayıldan sonra gəlirik onun oğlu ən çox hakimiyyətdə qalmış Səfəvi hökmdarı Şah 1-ci Təhmasibin hakimiyyəti dövrünə. Təhmasib hakimiyyətə gələcək 1524-dən 1576-cı ilə qədər. Təhmasib hakimiyyətə gələndə 10 yaşı var idi və hakimiyyətə gəldiyi ilk dönəmdə Səfəvi dövlətində əmirlər arasında, qızılbaş tayfalar arasında çəkişmə gedir. Niyə? Çünki həmin dövrdə vəkil vəzifəsi var Səfəvlərin ilk dövründə. Vəkil vəzifəsinin də mahiyyəti budur ki, o Səfəvi hökmdarlarının adından dövləti idarə edir. Çünki İsmayıl gələndə 13 yaşı var, Təhmasib də gələndə 10 yaşı var. Və bu vəkil vəzifəsi uğrunda xüsusi bir mübarizə gedir. Nəticədə Təhmasib bu prosesləri həll edib söhbəti bağlayır. Ondan sonra nəysə ki 1534-cü ildə Xorasanda qiyam qaldırıblar. Xorasanda özbəklər qiyam qaldırıblar. Təhmasib yola düşür ki, işimiz gücümüzə baxdı, indi gedək bunlarla mübarizə aparaq. Nəysə Təhmasib gedir Xorasana. Bir də gəlir Instagrama görür ki, Süleyman story atıb. Storydə nə deyir? Deyir ki, bəs gedirik Təbrizə, Səfəvlərin üzərinə. 1534-cü il. Sultan Süleymanın Azərbaycana birinci yürüşü. Sultan Süleyman Qanuni birinci yürüş. Təhmasib tez Xorasan məsələsini həll edir, qayıdır Azərbaycana, yandırılmış torpaq taktikası həyata keçirdi. Çünki Osmanlıların çata biləcəyi, keçə biləcəyi yerləri yandırır, ərzaq ehtiyatını məhv edir, su quyularını doldurur ki, onlar bura gələndə burada möhkəmlənə bilməsinlər. 1534-cü ildə Sultan Süleyman gəlir Azərbaycana, Təbrizə daxil olur. Təbrizə daxil olsa da Təbrizdə qala bilmir. Həmin bu taktikaya görə çıxıb getmək məcburiyyətində qalır. Çıxıb gedəndə yol üstü deyir ki, elə gəlmişkən Ərəb İraqını da tutaq. Osmanlı Sultan Süleymanın 1534-cü il birinci yürüşündə Ərəb İraqını tutur. Səfəvilər Ərəb İraqını itirdilər. Sonra Süleyman deyir ki, nə qəşəngdir bu səfər, bir dəfə də gedək. 1535-ci ildə Sultan Süleyman Qanuninin ikinci yürüşü. Yenə eyni şey, yandırılmış torpaq var burada. Yenə bunlar Təbrizə daxil olacaqlar, amma Təbrizdə qala bilməyəcəklər, çıxıb gedəcəklər. Niyə? Çünki ərzaq çatışmazlığı var, bir də əskərlər arasında taun xəstəliyi yayılıb. Təbrizdən qayıdırlar, Səfəvlər onları yönləndirir, Sultaniyyədə onların hücumunun qarşısı alınır və 1535-ci ildə Səfəvlərlə Osmanlılar arasında Həmədan döyüşü baş verir. Həmədan döyüşündə Səfəvlər qalib gələcəklər, Osmanlılar məğlub olacaqlar. Bu da oldu 1535-ci il söhbətimiz. Ondan sonra nə baş verəcək? Ondan sonra biz bir müddət hələ ki Süleymanın Azərbaycana yürüşünü görmürük, çünki başı Avropa məsələlərinə qarışır. Təhmasib də deyir ki, neyniyək, boşluqdur, belə. Birdən xəbər gəlir ki, kaos var. Kaos hardadır? Kaos Şirvandadır. Şirvanda qiyam qalxıb 1537-ci ildə. 1537 Şirvanda qiyam. Təhmasib qardaşı Əlqası göndərir ki, sən ala get gör nə istəyirlər, üsyanı məğlub elə. Nəysə Əlqas gedir, sonra deyir ki, yox Təhmasib bəs alınmır da, sən də gəl. Təhmasib özü də gedir Şirvana və 1538-ci ildə 1538-də Şirvan qiyamı yatırılır, Şirvanşahlar dövlətinə son qoyulur. Dərbəndilər sülaləsi hakimiyyətdən gedir. Dərbəndilərin son nümayəndəsi olan Şahrux və onun ailə üzvləri gətirilib Təbrizə, Təbrizdə edam edilir və 1538-ci ildə hansı ki 861-ci ildə yaranmış Şirvanşahlar dövləti süqut edir. Vahid Azərbaycan yaranıb, xeyr, çünki hələ şəki var. Və Şirvan olur bəylərbəylik. İndi bu inzibati vahidlərdə də danışacağıq
və Şirvanın ilk bəylərbəyi də olacaq Təhmasibin qardaşı Əlqas Mirzə. Yenə belə qəşəng, gözəl günlər keçirik ta ki 9 ilə qədər. 1547-ci ildə birdən Əlqas Mirzənin beyni çönür. Deyir ki, mən Şirvan şahıyam. Qardaşım Səfəvi hökmdarıdırsa, mən niyə hökmdar olmuram, bəylərbəyi oluram? Qiyam qaldırır Şirvanda 1547-ci ildə və özünü Şirvan şahı elan edir. Təhmasib qoşun göndərir onun üzərinə, Əlqas Mirzənin qiyamı yatırılır, özü də qaçır hara? Osmanlıya. Osmanlı Süleymanla deyir ki, mən Şirvanda qiyam qaldırdım. Düzdür, məğlub oldum. Amma qızılbaşlar mənə dedi ki, sən qayıt gəl, biz hamımız keçəcəyik sənin tərəfə. Süleyman da deyir ki, nə gözəl, gəl mən də səndən bir yerdə gedim, bir yerdə gedək. 1548-ci il Sultan Süleyman Qanuninin Azərbaycana 3-cü yürüyüşü. Əlqası da götürüb gəliblər. Gəlib görür ki, bu söhbət o söhbət deyil. Heç bir qızılbaş əyanı tayfa nümayəndəsi keçmədi Əlqas Mirzənin tərəfinə. Yenə eyni hadisələr, yenə yandırılmış torpaq, yenə Təbriz tutulur. Nəysə, amma biz onları yenə sıxışdırırıq, çıxardırıq, Qarsa qədər əraziləri geri alırıq. Bu söhbət də burada belə bağlanır. Ondan sonra Təhmasib deyir ki, həmişə onlar gələcək, bir dəfə də mən gedirəm. 1552-ci ildə Təhmasib əks hücuma keçir. Anadoluya əks hücuma keçir. 1552-də. Sonra Süleyman deyir ki, o gəlib, mən də gedirəm. 1554-cü ildə Sultan Süleyman Qanuni Azərbaycana 4-cü yürüşünü eləyir. 4-cü yürüşdə yenə eyni proseslər təkrarlanır. Fərq bir dənə ondan ibarətdir ki, 1554-cü ildə Sultan Süleyman əsəbləşir ki, bu nədir, mən heç yer tuta bilmirəm. Əsəbində Naxçıvandan çıxır və Naxçıvanı yandırır. Naxçıvanın yandırılması 1554-cü ildədir. Və biz də Osmanlı qoşununun bir hissəsini Buğurdu döyüşündə, Buğurdu qalası yaxınlığındakı döyüşdə məğlub edirik. Osmanlılar məğlub olacaq, Səfəvilər qalib gələcəklər. Deməli, bu 1514-cü ildə başlayan müharibə 1555-ci ildə Amasyada sülh müqaviləsinin imzalanması ilə yekunlaşacaq. Sülhün şərtlərinə görə bütün Azərbaycan və Şərqi Gürcüstan Səfəvilərdədir, Qərbi Gürcüstan verilir Osmanlıya, Ərəb İraqı da qalır Osmanlıda. 14-də başladı, 55-də yekunlaşdı. İsmail başladı, Təhmasib yekunlaşdı. Müharibənin gedişində olan 2 dənə döyüşdə Səfəvilər qalib gəldilər. 1535 Həmədanda, bir də 1554-cü il Buğurd qalası yaxınlığında olan döyüşdə. Nəysə ki, bu söhbətlər belə həll olundu. Belə həll olunandan sonra 1555-ci ildə Təhmasib müqaviləni imzalayır, deyir, bir dəqiqə. Bu Təbriz bizim paytaxtımızdır. Day Təbrizi neçə dəfə gəlib tutdular. Biz paytaxtı dəyişməliyik. 1555-ci il Amasya müqaviləsindən sonra Səfəvlərin paytaxtı Təbrizdən köçəcək Qəzvin şəhərinə. Bunu da kim eləyəcək? Birinci Təhmasib. Müharibəmizin birinci mərhələsini yekunlaşdırdı. Ondan sonra gəlirik növbəti hadisələrimizə. İndi Təhmasibi də öldürəcəyik. Bu biraz yaşasın özü üçün. Hələ biraz deyəndə ki, adam 55-dən 76-ya 21 il hələ də yaşayacaq, yəni biraz deyir. Amma eybi yox, biraz yaşasın, nə bilim 65-də tamğanı falan yağ biləsin, amma o şeylərdən indi danışmayacağım. Çünki 17-ci əsrin 2-ci əsrdə danışacaq o proseslərdən. Nəysə, gəldik, çıxdıq 1576-cı ildə Təhmasibi öldürdük. Birinci Təhmasib öldü. Təhmasib öləndən sonra hakimiyyətə gəlir ikinci İsmail. 1576, 1577 və yaxud 77-78, yəni fərqi yoxdur, belə götürə bilərsiniz. Sadəcə İsmaildən mən əvvəlki video dərslərimdə danışmışam. İsmail zindanda qalıb 20 il, biraz psixi sağlığı yerində deyil. Bitər hakimiyyətə gətirirlər ki, onun adından dövləti idarə eləsinlər. O da hakimiyyətə gəlir, beyni biraz başqa cür işləyir. Elə bilir ki, hamı ona düşməndir, hamı onun üçün təhlükə yaradır, kütləvi cəza tədbirləri həyata keçirir və ciddi şəkildə öz rəqiblərini aradan götürməyə başlayır. Bir də yaxşı bir istəyi var idi, Sünni Şiə məsələsini ortadan qaldırmaq istəyirdi. Təbii ki, belə insan heç kimə sərf eləmədiyi üçün suiqəst qaldırırlar və ikinci İsmaili öldürürlər. İkinci İsmail hakimiyyətdən gedəndən sonra hakimiyyətə gələcək Məhəmməd Xudabəndə. Yenə qara günlərimiz başlayır. Niyə? Çünki Xudabəndənin gözləri yaxşı görmür. 1578-1587-yə qədər hakimiyyətli olacaq. Gözləri yaxşı görmür, onun adından dövləti, onun vəkili qismində həyat yoldaşı Məhdi Üliya idarə edir. Məhdi Üliya da gedir farslarla, taciklərlə yaxınlaşır. Qızılbaşlar qalalar kənarda, arada qaynama, çaxnaşma, belə şeylər. Osmanlı da kənardan baxır, deyir, aha, yaxşıdır, krizi fürsətə çevirək yenə.
Necə? Məhəmməd Xudabəndənin dövründə 1578-ci ildə Osmanlılar Amasya sülhünün şərtlərini pozurlar. Kürdlərin qiyamı var və həmin o Kürdlərin qiyamını Van hakimi Xosrov Paşa ilə bir yerdə daxil olurlar Xoya. Xoy ərazisində artıq Kürdlərin qiyamını yatırmaq üçün Səfəvi sərhədlərini keçiblər deyə 1578-ci ildə ikinci müharibə başladı. Bizdə Məhəmməd Xudabəndədir. Osmanlıda da kimdir? Osmanlıda da 3-cü Muraddır. Müharibəmizin 4 dənə döyüşü var. İndi bir-bir onları yazacağım. Ondan sonra da onlar haqqında məlumat verəcəm. 1578-ci il Çıldır döyüşü, 1578-ci il Molla Həsən döyüşü, sonra 1583 Niyazabad və 1585-ci ildə Sufiyan döyüşü. Baxaq görək bu döyüşlərdə nə baş verib? Sufiyan. Deməli, 1578-ci ildə olan Çıldır döyüşündə Osmanlılar qalib gələcəklər, Səfəvilər məğlub olacaqlar. Niyə? Çünki Səfəvilərin qızılbaş tayfaları arasında birlik yoxdur, Osmanlılar isə sayca çoxluqdadılar. Çıldır döyüşündəki qələbədən sonra Osmanlılar Şərqi Gürcüstanı tutacaqlar bir tərəfdən də Şirvanı tutacaqlar. Osmanlılar tərəfindən tutuldu. Bu hadisələrin gedişində 3-cü Murad zəng eləyib orada Kırım xanı Adil Giraya ki, dur gəl, mən bu tərəfdən qərbdən gəlirəm, sən də şimaldan tut, düş, sıxışdıraq Səfəvləri. İkinci müharibədə Səfəvlərin üzərinə Osmanlı ilə bir yerdə həm də Kırım xanlığı gəlib. Adil Giray. 1578 Şərqi Gürcüstandan Şirvan itirildi. Kırım gəlir axı şimaldan düşür. Şimaldan düşürlər, onlar gəlir 1578-ci il Molla Həsən adlı yerdə Ağsu çayı sahilində Səfəvilərlə Kırım xanının qüvvələri arasında döyüş baş verir. Səfəvilər qalib gəlir, Kırım xanının qüvvələri məğlub olur, Şirvan azad edilir, Dərbəndə qədər sıxışdırılma nəzərdə tutulub. Amma elə olur ki, prosesin gedişində Osmanlılar artıq 78-ci il Molla Həsəndən sonra gəlib çatırlar və o Səfəvilər istəklərinə nail ola bilmir. 1583-cü ildə baş verən Niyazabad döyüşündə bir tərəfdə Səfəvilərdir, bir tərəfdə də Osmanlı və Kırım xanlığının qüvvələridir. Biz qalib gəlirik, Osmanlı və Kırım xanlığının qüvvələri məğlub olur. Bu məğlubiyyətdən sonra gedib Dərbəndi də azad etmək istəyirik. Ora qədər o sıxışdırmanı eləyirik, amma son nəticədə yenə gücümüz çatmır, alınmır. Birliyimizin olmaması gətirir məğlubiyyətimizə səbəb olur, əlimizdəkilərin də itirilməsinə səbəb olur. Hətta 16-cı əsrin 80-ci illərində Niyazabaddan sonra Osmanlılar Çuxursədidə tutacaqlar. Çuxursəddə getdi. 1585 Sufiyan döyüşü müharibəmizin bizim keçdiyimiz son döyüşü. Səfəvilər məğlub olur, Osmanlılar qalib gəlirlər. Sufiyan döyüşündən sonra Səfəvilər Təbrizi itirirlər. Osmanlılar daxil olur. Təbrizə məşhur Qeysəriyyə bazarı, Uzun Həsənin zamanında tikilmiş Qeysəriyyə bazarı da yandırılır və artıq demək olar ki, Səfəvlərin ərazisinin böyük bir çoxluğu Osmanlı tərəfindən tutulub. Buna görə də sülh danışıqları başlayır. Sülh danışıqlarının şərtləri Həmzə Mirzənin rəhbərliyi ilə gedir. Həmzə Mirzə deyir ki, əslində Təbrizi bizə qaytarın. Osmanlı da deyir ki, yox, nə qədər ərazi tutmuşamsa məndədir. Həmzə Mirzəni sui-qəsd nəticəsində öldürürlər. Bu söhbət burada belə bağlanır. Ondan sonra Osmanlı Səfəvləri iki cəbhədə müharibə aparmaq üçün Şeybaniləri də dəvət eləmişdi ki, siz də, yəni ki, baxın, elə bir Səfəvlər burada yerləşir, burada. Şeybaniyə deyirsən buradan gəl, Kırıma deyirsən buradan düş, mən də buradan gələcəm. Görün, Səfəvini üç tərəfdən necə sıxışdırmağa çalışırlar. Burada Səfəvi iki cəbhədə müharibə aparmalı olur. Çünki Şeybanilər də bu aralıqdakı problemlərdən istifadə edib gəlib Xorasanı tutacaqlar. İndi bu məsələ ilə bağlı iki dənə məsələ qeyd etmək istəyirəm. Bu ilin miqinə də düşüb bu sual. Belə ki, xəritə üzərində Şeybanilərin Xorasana hücumu 1588-89-cu ildə verilir və həmin dövrdə artıq Xudabəndə hakimiyyətdən deyil, 1587-də hakimiyyətdən gedib. 8-ci sinif Azərbaycan tarixində belədir. 10-cu sinif Azərbaycan tarixində isə belə yazılır ki, deyir Şeybanilər Xorasanı tutandan sonra Səfəvi deyir qızılbaş əyanları Məhəmməd Xudabəndədən üz döndərir və Xudabəndəni hakimiyyətdən salırlar. Artıq bir şey deməyəcəm. Xorasanı da kimlər tutdu? Şeybanilər tutdular. Sonra görürlər ki, yox da, Səfəvi dövlətində vəziyyət yaxşı deyil. Necə həll eləyək bu problemi? Necə həll eləyək? Deyirlər ki, gəlin saray çevrilişi eləyək və Məhəmməd Xudabəndəni hakimiyyətdən salaq. Hakimiyyətə başqa bir adam gətirək. Kimi gətirək? Xudabəndənin oğlu. Kimdir o? Şah 1-ci Abbas olacaq şəxs. 16 ya da 17 yaşında hakimiyyətə gələcək.
Şah 1-ci Abbas 1587-1629. 87-ci ildə saray çevrilişi nəticəsində Şah 1-ci Abbas hakimiyyətə gələcək. Hakimiyyətə gəldikdən sonra ən ağıllı qərarı verəcək. 1590-cı ildə Osmanlılarla sülh müqaviləsi imzalayacaq. İstanbul sülhü. Səfəvilərlə Osmanlılar arasında. Səfəvilərin imzaladığı ən ağır şərtli müqavilədir. Niyə? Çünki Azərbaycan torpaqlarından yalnız Səfəvilərin əlində Ərdəbil, Xalxal, Lənkəran, Qəzvin, bir də Qaradağla Zəncan qalır. Vəssalam. Qalan bütün Azərbaycan torpaqlarını itirirlər. Şərqi Gürcüstanı itirirlər. Belə olanda niyə Abbas müqaviləni bəs bağlayır ağır şərtlərlə? Çünki başqa yolu yox idi. Davam eləsəydilər, daha çox ərazi itirilə bilərdi. Osmanlı niyə qəbul edir? Çünki Osmanlı artıq müharibədən yorulub və deyir ki, evi yox, biraz özümüzə gələk, sonra davam eləyərik. 1590-cı il İstanbul müqaviləsi. Müqavilə imzalanır, Abbas deyir ki, indi bir dəqiqə. Bir dəqiqə qisas zamanıdır, amma qisas almaq üçün güclənmək lazımdır. Necə güclənmək lazımdır? İslahatlar keçirərək. Məşhur Şah 1-ci Abbasın islahatları. İslahatlarını biz iki fərqli növdə görürük. Bir, inzibati və hərbi islahat. Arada qaynadı, mən sizə qeyd eləmədim. 1551-ci ildə Şəki hakimliyinin də ləğvi var. Bu ləğv olandan sonra Səfəvilər artıq vahid Azərbaycan yaratmış olurlar. Bunlar da Şəkinin üstünə niyə yürüş edirlər? Çünki 1547-ci ildə Əlqas Mirzə Şirvanda qiyam qaldırmışdı, deyirdi mən şahamı. Həmin o söhbətdə Şəki hakimi Dərviş Məhəmməd Şirvana köməyə göndərmişdi. Bunlar da o söhbəti həll edib Süleymanı da yola verəndən sonra Təhmasib deyir ki, bir dəqiqə, kim idi o? Dərviş Məhəmməd, sən idin, yaxşı. 1551-ci ildə yürüş edir Şəkiyə, Dərviş Məhəmmədi öldürür, Şəki hakimliyini ləğv edir, birləşdirir Səfəvilərə, vahid Azərbaycan yaradır və Toygun bəy Qacarı da, Toyğun da deyirlər, Toygun da deyirlər, Toyğun bəy Qacarı da Şəfkinin ilk qızılbaş hakimi təyin edir. Bu burada yadımızda qalsın, qayda Abbasa. İnzibati və hərbi sahədə islahatlar keçirəcək. İnzibati islahatının biri, hansı ki o bizdə ərazilər qalmışdı, Ərdəbil, Xalxal, nə bilim Qəzvin, belə Qaradağ. Bu əraziləri birləşdirəcək, adını da qoyacaq Azərbaycan. Vahid Azərbaycan bəylərbəyliyinin yaradılması. Yəni, bu o deməkdir ki, Osmanlı axı böyük bir hissəsini tutub Azərbaycanın. Bu o deməkdir ki, Şah Abbas deyir ki, Azərbaycan buradadır hələ, kökü buradadır, sən Azərbaycana deyə bilmərsən. Mərkəzi olur Ərdəbil şəhəri, Ərdəbil. Rəhbəri də olur Zülfüqar bəy Qaramanlı. İnzibati islahatının digəri isə 1598-ci ildə dövlətin paytaxtını Qəzvindən İsfahana köçürməsidir. İsfahana köçürəndə Qəzvin əhalisi biraz narazılıq edir ki, onda İsfahanda əsasən farslardır, taciklərdir. Abbas da deyir ki, yaxşı, pis olmayın. Mən İsfahanda burada bir türklərdən ibarət Abbasabad məhəlləsi salacağım. Abbasabad məhəlləsi İsfahanda salır. Bu oldu onun inzibati islahatı. Bəs hərbi islahatında nələr görürük? Abbasın hərbi islahatında əsas diqqət yönəlib bu qızılbaş tayfalarının hegemonluğunun qarşısını almağa. Çünki Səfəvidə qoşun tayfa prinsipi əsasında formalaşdırılır. Buna görə də hər bir qızılbaş tayfası öz istədiyini eləyir. Abbas deyir ki, bir dəqiqə tayfa başçılığında irsilik ləğv olunur. Bitdi. Qızılbaşlar tək başına silah gəzdirə bilmərsiniz. Olmaz. Niyə? Çünki yolda gedirlər, mən xoşum gəlmir Frankesdən, vurdum, öldürdüm. Silah üzərində yalnız müharibə zamanı ola bilər. Sonra, qoşun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil olunacaq. Və hərbi islahat nəticəsində Səfəvi dövlətində daimi qoşun yaradılır. O vaxta qədər daimi qoşun yoxdur. Amma Abbasın dövründə artıq Səfəvidə odlu silaha malik olan daimi qoşun yaradılır. Daimi qoşun. Artıq bizim də həm də odlu silahımız var. Belə, yəni mən deyəndə sonra da girib rəylərdə yazılır ki, bəs belədir, elədir. Yəni kitabda elə yazılıb da. Mən də bilirəm ki, bizim bundan əvvəldə odlu silahımız olub. Portuqaliya məsələn 2 dənə top göndərib bizə. Amma niyə indi biz onun kitablarda keçmirik də, dərslikdə yazmırlar. Daimi qoşun odlu silahla təmin edilmiş və qoşun 4 növdən ibarətdir, bölüklər. Biri təbii ki, qızılbaşlardır. Bunlar zaten əvvəldən də var idi. Qoşunun əsasını təşkil edir.
Qulamlar yaranır. Qulumlar Yeniçərilərin nümunəsində yaranır. Yəni bir növ xristiyan, qeyri-müsəlmanlardan toplanan qoşun növüdür. Sonra tüfəngçilər var. Tüfəngçilər əsasən aşağı təbəqədən toplanır. Aşağı təbəqə. Bir də var topçular. Topçular da əsasən qalaların müdafiəsində iştirak edirlər. 4 növ qoşun növümüz də hazırdır. İslahatlarımızı keçirdik, hər şeyi həll elədik və qisas almağın zamanıdır. Kimdən qisas alacağıq? 1. Şeybanilərdən. 2. Osmanlıdan. 3. Portuqallardan. İndi gedək görək qisasımızı necə alırıq. Yaxşı. Abbasın islahatlarını gördük, qisasa başlayırıq. Qisasa başlayırıq, yazdıq burada Şeybanilər, Osmanlılar və Portuqallar. Onları saxlayıram, digər şeyləri silirəm. Son 39 ilimiz qalıb, bunu da deyək. Görək başımıza nə iş gəlir. Birinci qisası gedib alırıq Şeybanilərdən. 1599-cu ildə Şeybanilər məğlub edilir və Xorasan yenidən Səfəvi dövlətinə birləşdirilir. Yenidən yazdı. Ondan sonra başlayırıq Osmanlı ilə mübarizəyə. 1603-1612-ci illərdə müharibəmiz olacaq. Və 1603-cü ildə müharibə başlayanda bizim əsas ərazilərimiz azad olunmağa başlayır. Hansı ərazilərdir? Təbrizdir, Ordubaddır, Naxçıvandır, Culfadır. Hətta bu ərazilərdə üsyanlar qalxır. Təbrizdə üsyan qaldırır, Osmanlıları qovur şah qoşunu ilə bir yerdə. Ordubad, Naxçıvan bunlar da üsyan qaldırırlar və Abbas sadəcə Ordubadı bütün dövlət vergilərindən azad eləyir. 1603-cü ildə. Niyə? Çünki Abbasın baş vəziri var idi, Hatəm bəy Ordubadi. Təbrizdə üsyan qaldırdı, get Təbrizi də azad elədi. Nəysə, Ordubad bütün dövlət vergilərindən azad olacaq. Ondan sonra 1604-cü ildə biz Çuxursədi geri qaytaracağıq. İrəvan qalası daxil olmaqla, İrəvan ərazisi daxil olmaqla. Ondan sonra 1605-ci ildə İkinci Sufiyan döyüşü olacaq Səfəvlərlə Osmanlılar arasında. Bu döyüşdə artıq biz qalib gələcəyik, Səfəvlər qalib gələcəklər. Hətta Səfəvlər bu döyüşdə Turan taktikasından da istifadə edirlər. Bu arada həmin bu müharibədə 1603-12-ci illər müharibəsində Abbas da Təhmasib kimi, mən də bu boyda yeri qoyub burada yazıram. Abbas da Təhmasib kimi yandırılmış torpaq taktikası istifadə edib yadınızda saxlayın. Təhmasib Süleymanın yürüşlərində, Abbas da 1603-12-ci illərdə. 1605-də Sufiyan döyüşündə Turan taktikasından istifadə elədik, Osmanlıları məğlub elədik, cənub ərazilərimizin, cənub-qərb ərazilərimizin böyük bir çoxluğunu azad elədik. Daha sonra isə 1606-7-ci illərdə Qarabağdır, Gəncədir, Şirvandır, bu bölgələrimiz də Osmanlılardan təmizləndi və demək olar ki, bütün Azərbaycan ərazilərini azad etmiş olduq. Hətta bu müharibədə 1603-12-ci illər müharibəsində Şah Abbas Osmanlılara qarşı Cəlalilərdən də istifadə edib, Cəlali hərəkatından. Kimlərdir Cəlalilər? Cəlalilər ümumiyyətlə Şeyx Həsən Cəlalın rəhbərliyi altında 16-cı əsrin əvvəllərində Osmanlıya qarşı hərəkata başlayıblar. Amma 16-cı əsrin sonlarında artıq Azərbaycanda, Təbrizdə də ilk böyük çıxışları baş verəcək 1591-də. Çünki həmin dövrdə Təbrizdə, yəni Azərbaycanı Osmanlılar tutmuşdular. Təbrizdə ilk böyük çıxışları olur və onların da Osmanlıdan xoşu gəlmir, bizim də xoşumuz gəlmir. Bu müharibədə də Cəlalilərdən istifadə edirik. Sonra da Abbas təşəkkür rəmzi olaraq 1608-ci ildə onları Çuxursəd vilayətində yerləşdirir. Yəni orada yerləşmələrinə icazə verir Cəlalilərin. Müharibə 1612-ci ildə başa çatır. 1612-ci ildə 2-ci İstanbul müqaviləsini görürük. Müqavilənin şərtlərində Amasya müqaviləsinin şərtləri bərpa edilir. Bundan əlavə bir dənə də Terek qalası söhbəti var. Bunu da yazıram bura. Açıqlaması nədir? Onu da deyəcəm. Terek qalası söhbəti ondan ibarətdir ki, Duman qapını açın, özünü öldürdü. Terek qalası söhbəti ondan ibarətdir ki, Səfəvlər şimalda Terek qalası tikiblər. Osmanlı sultanı da o qalanı dağıtmaq istəyir. Və eləmin. Osmanlı sultanı da o qalanı dağıtmaq istəyir. Belə olanda deyir ki, Səfəvi hökmdarı, mən o qalanı dağıdacam, amma sən mənə mane olma. Səfəvi deyir ki, nəyimə lazımdır, yeri get dağıt. Mənim kameramı da tərpətdilər. Ya da bayaqdan tərpədiblər, heç fikir verməmişəm. Bunu düzəldim. Sonra nə danışırdıq? Duman acıb. Siz bu hissələri bir dənə yadda saxlayın, mən 2 dəqiqəyə dönürəm. Acılıqdır, yaxşı.
1612-ci il məsələmiz oldu belə, müqaviləmizi imzaladıq. Ondan sonra görək prosesimiz necə baş verir. Nəysə ki, cəmi bu müqavilə 4 il çəkir. 4 il çəkir. 1616-cı ildə yenidən başlayacaq müharibəmiz. 1616-1618-ci illəri əhatə edəcək. Bir tərəfdə Osmanlılardır. Osmanlıların yanında burada yenə Krım xanlığı var. Digər tərəfdə də Səfəvilərdir. Müharibənin 1618-ci ildə Sınıq Körpü adlanan bir döyüşü baş verir. Döyüşdə Səfəvilər qalib gəlirlər. Osmanlı və Krım xanlığının birləşmiş qüvvələri məğlub olur. 1618-ci ildə Mərənd müqaviləsi imzalanır. Mərənd müqaviləsinə görə 2-ci İstanbul sülhünün şərtləri bərpa edilir və yaxud təsdiq edilir. Mərənd müqaviləsi 1618. 1618-1622-ci illər arasında bizim yenə tərəflər bunu 1618-1622-ci illər arasında Şah Abbasın Osmanlı ilə dostluq əlaqələri var. Dostluq kimdir Osmanlıda hakimiyyətdə? İkinci Osmanlıdır və yaxud Gənc Osmanlıdır. Onunla arası yaxşıdır, bir problemimiz yoxdur. 16-18 yazıram. 18-22 aramız yaxşıdır. Ona görə Osmanlı ilə aramız yaxşıdır deyə deyirik, bəlkə bu Portuqaliyanın da yerinə oturdaq, görək nə söhbət olur. Ümumiyyətlə Abbasın dövründə Avropa dövlətləri ilə diplomatik əlaqələr saxlanılıb. Hətta İspaniya özü bizə ikinci fili təklif edir ki, Portuqallarla mübarizədə sizə kömək eləyə bilərəm. Abbas İspanları yoxdur, gedir İngilisləri seçir. Bunlardan əlavə Abbas Moğol dövləti ilə diplomatik əlaqə saxlayıb, Rusiya ilə diplomatik əlaqə saxlayıb, İngiltərənin özü ilə, İspaniya ilə, belə-belə Avropa dövlətləri ilə diplomatik əlaqəsi var. Biz də gedirik İngilislərlə yaxınlaşırıq. 1612-ci ildə İngiltərə ilə Səfəvi dövləti arasında əbədi dostluq müqaviləsi imzalanır və müqavilənin şərtinə görə İngilislər Səfəvilərə Portuqallarla mübarizədə kömək eləyəcəkdilər. 21 deyib 12 yazıram. Portuqallarla mübarizədə kömək eləyəcəklər. 1622-ci ildə İngilislər də kömək eləyirlər və biz Portuqalların əlində olan Hörmüz limanını alırıq. Hind okeanına çıxışımızı bərpa edirik. 1622. Kim kömək elədi bizə? İngilislər kömək elədilər. Sağ olsunlar. Bəs 1622-ci ildə başqa nə baş verir? Başqa baş verən odur ki, Osmanlıda 2-ci Osman ölür. Gənc Osman öləndən sonra Bağdad hakimi, Osmanlıda zaten qarışıqlıqlar var. Bağdad hakimi Abbasa müraciət edir ki, gəl bizə kömək elə. Abbas da deyir ki, yaxşı, zaten yenə fürsət var, bu fürsəti dəyərləndirək. 1622-23-cü ildə Şah 1-ci Abbas gedir Ərəb İraqını geri qaytarır. Ərəb İraqı, Bağdad, Kərkük, Mosul, Nəcəf bu əraziləri geri qaytarır. 1622-1623-cü illərdir. Təbii ki, Ərəb İraqının Səfəvilər tərəfindən tutulması Mərənd müqaviləsinin pozulmasıdır. Digər ondan əvvəl olan müqavilələrin pozulmasıdır İstanbuldan başqa. Çünki Amasya sülhü təsdiq edilib. Biz də Amasyada nə demişik? Demişik, Ərəb İraqı Osmanlıda olmalıdır. Buna görə də 1622-ci ildə bizim Osmanlı ilə növbəti müharibəmiz başlayır. Bu müharibə 1639-cu ilə qədər davam edəcək. Sadəcə məsələ ondan ibarətdir ki, 1629-cu ildə bu müharibənin gedişində Şah 1-ci Abbas öləcək. Şah Abbas öldü və 1629-cu ildən 1642-ci ilə qədər biz Səfəvi taxtında görəcəyik Şah 1-ci Səfini. Hakimiyyətə gəldi Şah 1-ci Səfi və bunun dönəmində müharibə yekunlaşacaq. Müharibənin gedişində 17-ci əsrin 30-cu illərində, yəni 1638-ci ildə Osmanlılar Bağdadı geri alacaqlar, Bağdadı fəth eləyəcəklər, 4-cü Murad, Bağdad Fatihi və 1639-cu ildə 100 ildən çox davam edən Səfəvi Osmanlı müharibəsinə bir müddətlik son qoyan müqavilə imzalanacaq, Qəsr-i Şirin müqaviləsi. Qəsr-i Şirin müqaviləsinə görə Amasyanın şərtləri bərpa edilir. Yəni Ərəb İraqı Osmanlıdadır, Qərbi Gürcüstan Osmanlıdadır, Şərqi Gürcüstan və Azərbaycan bizdədir. İrəvan da bizdədir, Səfəvidədir. Əlavə olaraq Səfəvilər Van, Qars və Ahasıfa da hücum etməyəcəklərinə dair Osmanlıya bir təminat vermiş olurlar. Ondan sonra 1639-dan ta ki 1720-lərə qədər bir Səfəvi ilə Osmanlı arasında müharibə görməyəcək. Ona görə deyirəm ki, uzun müddətdə davam edən müharibəni 1639-cu ilə Qəsr-i Şirindən bir müddətlik yekununu gördük. Bu oldu bizim siyasi tariximiz Səfəvi dövlətinə aid 16-cı əsr və 17-ci əsrin birinci yarısında. Bir də var Səfəvi dövlətinin idarə etmə sistemi, inzibati bölgüsü. Onlardan da danışacağıq və bugünkü dərsimiz yekunlaşacaq.
Səfəvi dövlətinin idarə etmə sistemində təbii ki, biz dövlətin başında kimi görürük? Şahı görürük. Dövlətin başında şah durur. Təbii ki, qeyri-məhdud hakimiyyətə malikdir və teokratik hakimiyyətə malikdir. Yəni, Səfəvilər teokratik monarxiyadır. Niyə? Çünki şah həm dini rəhbərdir, həm də dünyəvi rəhbərdir. Bütün dini və dünyəvi hakimiyyət şahın əlindədir, bir teokratik monarxiyada. Şahdan sonra ilk Səfəvi şahlarının dövründə hakimiyyətdə vəkildir. Vəkil Səfəvi şahının bütün daxili və xarici işlərdə tam hüquqlu müavinidir. Niyə? Çünki dedik, bunlar uşaq yaşlarında gəlirlər də. Həmin o uşağın dövlət idarə etməsi biraz çətindir. Onların adından kimsə bu dövləti idarə etməlidir. Onlar da şahların vəkilləri hesab edilir. Şahın yanında Ali Məclis fəaliyyət göstərir, 12 nəfərdən ibarət. Niyə? Məsləhət verəcək şaha. Məsləhət verici bir orqanımızdır. Daha sonra biz Əmirül-Üməra vəzifəsi görürük. Bunu Ağqoyunlu, Qaraqoyunluda da görmüşdük. Burada da eyni şeydir. Nədir vəzifəsi? Qoşun başçısı, ordu komandanı, hərbi hissələrin rəhbəri. Bəs Səfəvi ordusu ilk dövrlərdə necə adlanır? Çərik. Bu çərik ordusuna kim rəhbərlik edir? Qorçubaşı. Bəs ümumi olaraq bütün qorçubaşların rəhbəri kimdir? Əmirül-Üməra. Sonra dini işlər. Sədr dini işlərə baxır, vəqf əmlakından gələn gəlirə rəhbərlik eləyir. Var vəzir, yenə digər dövrlərdə də gördüyümüz kimi dövlətin mədaxilidir, məxaricidir, nə bilim, maliyyə işləridir, xarici daxili məsələlərdir ki, bunlar da vəzirin səlahiyyətindədir. Qazılar var ki, qazılar da məhkəməni idarə edirlər. Bu oldu bizim idarə etmə sistemimiz Səfəvi dövlətində. Bəs baxaq görək Səfəvi dövlətində inzibati bölgü necə bölünür? Səfəvi dövlətinin inzibati bölgüsü bəylərbəylikdir. Bəylərbəylik. Bir şeyi qeydinizdə saxlayın ki, Səfəvi dövləti 4 bəylərbəyliyə bölünməyib. Sadəcə biz deyirik ki, Səfəvi dövləti inzibati cəhətdən bəylərbəyliyə bölünüb, amma Səfəvlərin tərkibində olan Azərbaycan ərazisi 4 bəylərbəyliyə bölünüb. Bunu yaxşı yadımızda saxlayaq. Söhbət Azərbaycan ərazisindən gedir. Ümumilikdə baxanda Səfəvi dövləti inzibati cəhətdən bəylərbəyliklərə bölünüb, bəylərbəyliklər mahallara bölünüb, mahallar bölünüb şəhərlərə və kəndlərə. Təbii ki, bəylərbəyliyi idarə edib bəylərbəyi bura təyin edilir mərkəzi hakimiyyət tərəfindən. Həmin bu ərazidə vergilərin toplanılıb dövlətə təhvil verilməsi bəylərbəyinin səlahiyyətindədir. Bəylərbəyi öz vəsaiti hesabına qoşun saxlayır və həmin qoşunla döyüş olarsa götürüb qoşununda gəlir, o döyüşdə iştirak edir bəylərbəylərimiz. Mahallar 16-cı əsrdə idarə edilir naib tərəfindən. 17-ci əsrdə biz Qolbəyi görəcəyik. Şəhərlər idarə edilir Kələntər tərəfindən. Şəhərdə asayişi qoruyan şəxsə biz darğa deyirik. Darğa kimə tabedir? Kələntərə tabedir. Kəndləri kim idarə edir? Kəndləri də idarə edir kəndxuda. İndi də Səfəvlərin son olaraq bəylərbəyi Azərbaycan ərazisi hansı bəylərbəyliklərə bölünüb onu deyək. Səfəvi dövləti yarandığı ilk dövrdə Azərbaycan ərazisi 2 bəylərbəyliyə bölünmüşdür. Bunlardan birincisi Təbriz, mərkəzi elə Təbrizdir. Digəri isə Qarabağ bəylərbəyliyidir. Bunun da mərkəzi Gəncə idi. Amma 1538-ci ildə biz Şirvan bəylərbəyliyini görəcəyik. Səfəvlər Şirvanşahları süquta uğradandan sonra, daha sonra isə bir də görəcəyik Çuxursəd bəylərbəyliyi. Bunun da mərkəzi olacaq İrəvan. Təbii ki, Şirvanın mərkəzi də Şamaxıdır. Elə. Bu da oldu bizim bugünkü dərsimiz. Ümid edirəm faydalı olar, dinləyirsiniz, qulaq asarsınız. Növbəti dərs videolarında görüşənə qədər sağ olun.